Kollegalarımızı salamlayıram. Hörmətli münsiflər, hörmətli moderatorlar, hamınızı Azərbaycan Pediatriya Cəmiyyəti adından və öz adımdan salamlayıram. Valih müəllimə də, Sevil xanıma da təşəkkürümü bildirirəm ki, mənə bu gözəl konqredə söz verdilər. Çox uzatmadan mövzuya keçmək istəyirəm. Bugünkü sizlə müzakirə eləyəcək mövzumuz anemiyada transfuziya strategiyalarıdır. Hemoglobin səviyyəsimi yoxsa həyat keyfiyyətimi? Anemiya ilk növbədə eritrositlərin sayı və hemoglobin göstəricisinin yaş və cinsə görə iki standart deviasiyanın altında olmasıdır. Eritrosit kütləsinin toxumasının oksigen ehtiyacını qarşılaya bilməməsidir. Yəni bu tabloda deməli yeni doğanlarda və erkən doğulanlarda hemoglobinin normal dəyəri və mötərizədə gördüyünüz dəyərlər onun iki standart deviasiyanın altında olan anemiya dəyərləridir. Bu tabloda isə pediatrik yaş qrupuna aid cinsə görə göstərilən normal hemoglobin dəyərləri və onun yanında olan anemiya dəyərləridir. Anemiyanın təsnifatı çoxdur, fərqlidir. İrsi, qazanılma, xronik, kəskin və yaxud da hemolitik, non-hemolitik anemiyalar MCV təsnifatından. Amma bizə klinik praktikada əsas maraqlandıran, ən çox istifadə elədiyimiz eritrositin orta korpuskulyar həcminə görə olan təsnifatdır və buna görə mikrositlər, normasitlər, makrositlər anemiyalarla bölünür. Bu uşaqlarda ən sıx gördüyümüz mikrositlər anemiyalarından dəmir defisitli və ya talasemiya daşıyıcıları olaraq qarşılaşırıq. Bu tabloda MCV-nin normal dəyəri və standart deviasiyanın altında və üstündə olan mikrositlər, makrositlər bölgüsünə görə göstərilibdir və eyni zamanda retikulosit normaları da burada qeyd olunubdur. Demək, anemiyadan şübhələndikdə biz MCV dəyərinə görə mikrositlər, normasitlər və ya makrositlər olaraq ağlımıza gəlir. Ən sıx uşaqlarda gördüyümüz dəmir defisitli anemiyadır, dediyimiz kimi. Talasemiya daşıyıcılığı, xronik xəstəlik anemiyaları. Bunları tamamlamaqdan ötürü, diaqnoza doğru getməkdən ötürü biz ilk öncə anamnez, yaxşı ayrıntılı yığılan anamnez, RDV dəyəri, Menzer indeksi və periferik yayma kimi üsullardan istifadə edib. Burada mikrositlər anemiyalarda RDV dəyərinə də diqqət yetirək ki, dəmir defisitli anemiyalarda hər zaman RDV dəyəri yüksək görülür. Talasemiya daşıyıcılarda dəmir defisitli anemiyalardan fərqli olaraq normal görə bilirik RDV dəyərlərini və talasemiya daşıyıcılığından şübhələndikdən Menzer indeksindən istifadə edib dəmir defisitli anemiya mı yoxsa talasemiya doğru hansına daha yaxındır tanı, ondan istifadə edə bilirik. MCV böl eritrosit sayına görə 13-ün əgər üstündədirsə talasemiya, 13-ün üstündədirsə dəmir defisitli, altındadırsa talasemiyadan şübhələnirik. Dünya əhalisinin 1/4 demək olar ki, anemiyadan əziyyət çəkir. Ən sıx səbəbi isə dəmir defisitli anemiyadır. Ən sıx gördüyümüz pediatrik yaş qrupu isə 6 ayla 3 yaş arası dəyişir. Bu təkcə hemoglobin dəyərini normada saxlamaq üçün deyil, amma eyni zamanda da zehni və emosional funksiyalarda qalıcı yetərsizlik törədir. Burada bir araşdırma qoymuşam. Bu, yəni anemiyalı olan uşaqlarda, asma xəstəliyi olan uşaqlarda anemiyanın göstəriciləridir. Yəni bu çalışmada göstərilib ki, anemiya olan uşaqlarda asmanın kontrolü daha çətin alınır, nəinki normal populyasiyonlu uşaqlarda. Yəni o kontursuz asma qrupuna görə, anemiya kontrolü asma qrupuna görə 2,6 dəfə çoxdur. Anemiya xəstəlikdir, bir əlamətdir təbii ki də. Altında yatan xəstəliyi müəyyənləşdirmək və müalicə etmək önəmlidir. Anemik bir xəstəni dəyərləndirmək üçün yaxşı toplanmış anamnez, fiziki müayinə və laboratuvar araşdırmalara ehtiyacımız var.
Bu nədir? Ananın qidalanması, ananın xəstəlikləri varmı, yoxmu, gestasyon yaşı, doğum çəkisi, transfüzyon öyküsü varmı, uşağın qidalanma anamnezi, anormal alışqanlıqlar, piku dediyimiz torpaq, kağız, salfet yemək kimi bir durumlar varmı, qohum evliliyi, ailədə hansısa bir xronik xəstəlik varmı? Bunu ayrıntılı şəkildə alırıq. Təbii ki, klinik görüntü ilə və laboratuvar araşdırmalar da burada özəl yer tutur. Klinik dəri və selektik işaların avaz olması, sarılıq, sprenomegaliya kimi laboratuvar analizlərdən qan nümunə analizi, sümük iliyi aspirasiyası, retikulasiya çayı, periferik yayma, ferritin, dəmir kimi, transferin kimi laboratuvar analizlərə baxırıq. Və burada ayrı bir qrup təşkil edən yeni doğulmuşlarda anemiya necə dəyərləndiririk? Yəni yeni doğulmuşlarda doğumda hemoglobin 16 qram desilitr olaraq görülür və ilk 24 saatda hemoglobinin artışını müşahidə edirik. Amma ilk 3 ayında 9-12 arası hemoglobin səviyyəsi düşür. Buna fizyolojik anemiya deyirik və bu anemiyaya bağlı olaraq EPO yüksəlincə bu dəyərlər get-gedə normaya gəlir. Prematur anemiyası isə 4-8 həftədə 7-8 qram desilitr olaraq hemoglobin dəyişir və ilk reanimasiyaya yatan 2 həftədə prematurlərdə və düşük doğumlu ağırlıqlı çəkilərdə ilk 2 həftədə 50%-də transfuziya ehtiyacı olur və ümumi reanimasiyada yatış boyunca isə 90%-də transfuziya ehtiyac olur. Uşaqlarda anadan gəlmə və qazanılmış xəstəlik, travma nəticəsində cərrahi əməliyyat və yaxud da yatrogenik qan itkisi nəticəsində yaranan anemiyalarda fərqli ölkələrdə, fərqli şöbələrdə transfuziya dəyərləri dəyişir. Çünki bu daha çox özəlliklə yeni doğmuş pediatriya yaşlarında bu özəl bir yanaşma tələb edir. Çünki xəstəliyə görə, yanaşı gedən xəstəliyə görə, enfeksiyona görə bu durum dəyişir. Amma kritik dəyərlər var, hansının ki gördüyümüzdə biz artıq net qərar veririk ki, yəni burada transfuziya vacibdir, burada gözləyə bilərik və yaxud da burada ehtiyac yoxdur. O səviyyələrdən, kritik səviyyələrdən əgər hemoglobin dəyəri 5-in altındadırsa, burada paralel gedən nə xəstəlik olur olsun, burada mütləq köçürülməlidir. Bayaqları Səlmə xanım da onu qeyd elədi. 5-7 arası, yəni klinik durumla qarşılaşdırılıb elə qərar verilir. Amma 7-nin üzərindədirsə və hemodinamik cəhətdən stabildirsə, toxuma oksigenasyonu pozulmayıbsa, yəni ki, burada transfuziya tərcih olunmamalıdır. Yeni doğulmuşlarda transfuziya ehtiyacını necə belirləyirik? Yəni, klinik əlamətlər burada non-spesifikdir, təbii ki də. Bunu yəni, ciddi şəkildə bir qarşılaşdırıb ondan sonra qərar verməliyik. Toxuma oksigenasyonu pozulmuşmu, yoxmu onu? Çünki yeni doğulmuşlarda biraz gedişat fərqlidir. Retikulasiya sayına görə, MCV-sinə görə kardiyak və tənəffüs dəstəyi alırmı? Biokimyəvi göstəriciləri necədir? Toxuma oksigenasyonu monitorinqi necədir? Onlarla bərabər qərar verilir. Amma hər türlü əgər 9.7 rəhbərlər deyir ki, 9.7-nin üzərindədirsə, yəni burada serebral oksigenasyon pozulmur. Yəni bu dəyərin üstündədirsə transfuziyaya çox da ehtiyac qalmaz. Bu Türk Neonatoloji TND Dərnəyinin göstəriciləridir. Həftəsinə görə transfuziya göstəriciləridir. Bu Kanada Pediatrik Dərnəyinin prematurlərdə transfuziya ehtiyacı göstərilmişdi. Burada normal dəyərlər var. Bir də mötərizədə transfuziya dəyərləri olan hemoglobin göstərilmişdi. Bu deməli araşdırma 2005-ci ildə olan bir araşdırmadır. Iowa və Pint araşdırması. Bunu yəqin ki, hematoloqlar yaxşı bilər. Böyük bir çalışmadır. İki qrup arasında müəyyənləşibdir. Bu restriktiv transfuziya qrupu oldu və Rebila. Bunlarda prematur bəbəklər belə deyək də qrupu müəyyənləşdirib və Iowa çalışmasında 100 körpədən transfuziya olunan körpədən intraventrikular qanama, periventrikular lökomalaziya, apno durumları daha çox görülüb restriktiv qrupda.
PINT çalışmasında isə bu prematürlərdə görülən ROP-BPC beyin zədələnməsi yönündən heç bir dəyişiklik olmayıb, amma restriktiv qrupda uzun vadədə müşahidədə bunlarda kognitiv geriləmə müşahidə olunubdur. Transfuziya ilə öncə nəyə diqqət edilməlidir? Yəni ki, nələr alınmalıdır testlər olaraq? ABO, RH, məndən öncəki çıxışda bunlar qeyd olundu. KUMPS testi, hepatit B, hepatit C, cross-match olunmalıdır təbii ki. Yəni, özəlliklə infeksiyon göstəricilərinə görə filtrdən keçirilmiş, şınlandırılmış və əlavə məhlullardan təmizləmə olunmalıdır. Kimdən transfuziya oluna bilər? Ailə və yaxud da ki, yaxın qohumlar tərcih olunmamalıdır. Ana donor olmamalıdır. Burada çox saylı donor mərzuziyyətindən qaçınılmalıdır və donordan qan alındıqda o qan kiçik paketlərə ayrılıb və ehtiyac olduqca xəstəyə köçürülməlidir. Transfuziya gözlənilən faydalarını, ağırlaşmalarını və digər amilləri mütləq xəstə ilə razılaşdırılmalıdır, yəni valideynlərlə bizim durumda. Xəstənin identifikasiyası, yəni kimə köçürülməli, kimə transfuziya olunmalıdır, infuziya pompaları, kateter, filtrlər nə qədər köçürülməlidir, infuziya müddəti nə qədər olmalıdır, paralel gedə bilən mayelər və qan qızdırıcılar istifadə olunmalıdırmı, yoxsa yox, onu qərar vermək önəmlidir. Klinik vəziyyət nəzərə alınmalıdır və transfuziya həcmi 10-15 ml kiloya müəyyənləşdirilir və seçilmiş eritrosit məhsulunda hematokrit təxminən 65% olunmalı və o hemoglobin dəyərini 2-3 qram desilitrə qədər yüksəldib, hematokriti isə 6-9%-ə qədər yüksəltməlidir. Transfuziya strategiyaları, transfuziya üçün verilən qan 4 saat ərzində getməlidir. Sürəti təxminən 2.5 ml kilo saatda olmalıdır. Həddindən artıq yüklənmə olan xəstələrdə və yaxud da ki, ürək problemi olan xəstələrdə 1 ml kilo saata qədər endirilə bilər. Eyni zamanda qan etkisi massiv bir qanama olan xəstələrdə isə tam tərsi sürətlə verilməlidir. Yəni eyni damar yolundan nə məhlullar gedə bilər? Normal fiziolojik məhlul gedə bilər. ABO, uyğun plazma, albumin, izotonik, kalium elektrolit, kaliumsuz elektrolit məhlulları verilə bilər. Amma nədən qaçınılmalıyıq? Yəni hipotonik məhlullar qanla bərabər verilməz. Laktat, ringer, kalsium içərikli məhlullar verilməz. Qan qızdırıcılar, yəni gərəkən durumda əgər onu tələb edən bir şərait varsa, yəni qan qızdırıcılar istifadə olunmalıdır. Transfuziyanın faydaları: kardiorespirator funksiyaları yaxşılaşdırır, oksigen ehtiyacını azaldır, apnea tutmalarını azaldır, təzyiq dəyərindən və toxuma oksigenasiyasını və çəki alımını yaxşılaşdırma kimi faydaları var. Eyni zamanda da ağırlaşmaları enfeksiyon və non-enfeksiyon ağırlaşmalara bölünür. Non-enfeksiyon ağırlaşmalar, yəni allergik reaksiyalar ola bilər, GVHD ola bilər, NEC, BPD, ROP kimi ağırlaşmalar, related akut akciğer zədələnməsi və yaxud da ki, sirkulator yüklənmə kimi bir ağırlaşmalarla qarşılaşa bilərik. Hemoglobin səviyyəsi yoxsa həyat keyfiyyətimi? Eritrosit transfuzyonundan özünə məxsus riskləri var. Bu səbəbdən risklər faydalarla mütləq qarşılaşdırılmalıdır. Ölüm və yaxud da ki, xəstəlik olmadan dözülə bilən minimum hemoglobin konsentrasiyası uşaqların böyüməsini və normal fəaliyyətini dəstəkləmək üçün mütləq optimal hemoglobin konsentrasiyası deyil. Faktiki eritrosit transfuziya təcrübəsinə dayanaraq qeyd olunur ki, optimal dəyər nə olursa olsun, bu dəyər transfuziya ilə əlaqəli risklər arasında balans olunmalıdır. Yəni ki, bunun yarar-zərər məsələsi mütləq individual olaraq müzakirə olunub, belə qərar verilməlidir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.